Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Bugünkü videoda məlumat verəcəm ki, kimləri işdən çıxarda bilməzlər, hətta iş qaydalarını pozsalarla. Eyni zamanda məlumat verəcəm ki, kimləri məcburi işdən müsabiqəyə dəvət edə bilməzlər, atışsızsa imtahanına dəvət edə bilməzlər. Maraqlıdırsa videonu sonuna qədər izləyin, hörmətli izləyicilər. Və sizdən bir xahiş etmək istəyirəm. Mən özüm əyri şəxs olduğuma görə, əyri arabasında olduğuma görə az təminatlı şəxsəsin hüquqi yardım göstərmən yer açıram. Eyni zamanda əyri dostlarımın hər işini satmağa. Zəhmət olmasa videonu bəyənib qoy hamı bilsin. Bir də sizdən xahiş edirəm ki, mən əyri dostlarımın hər işini almayam, vəsait yığıram. Əgər videodan faydalanmışsa, qeyd olunan xətt nömrəsinə iyanə edə bilərsiniz, gücü satıcı qədər. Bundan əvvəl qeyd edin ki, mən ayın axırına qədər, noyabr ayının axırına qədər aksiya həyata keçirirəm. Kimin gücü nəyə satırsa, öyrənən şeyləri hüquqi məsləhət ala bilər. Normalda hüquqi məsləhətin qiyməti 10 manatdır. YouTube kanalına abunə olan şəxslərdir. Əgər yazılmazsa 50 manatdır, amma ayın axırına qədər hörmətli izləyəcək. Yəni 30 manatdır. Buyurun müraciət edə bilərsiniz. Və belə keçən mövzuya ki, kimlər işdən çıxardıra bilməz. Hətta qayda qanunlar işdə pozsalar. Siyahını qeyd edirəm, hörmətli izləyəcək. Deməli, siyahı nədən ibarətdir, onu deyim. Əvvəl siyahını deyəcəm, sonra deyəcəm ki, hansı səhətdə iş yerlərini təqdim edəməlisiniz ki, həmin qanun sizə şamil olsun. Yəni, sizdən işdən çıxartmasınlar sizi. Eyni zamanda, belə deyək də, yəni, atışda sizə imtihana dəvət edəməsinlər. Birinci növbədə qeyd edin ki, hamilə qadınlar, yəni, işdən çıxardıra bilməz. Eyni zamanda, əgər işləyirsə hamiləlik dövründə, yəni ki, belə deyək də, tamam işləyə bilər. Tam iş saatı yox, yalnız iş saatı işləyə bilər. Əmək haqqını geniş ala bilər. Hörmətli izləyicilər. Geniş deyəndə, yəni tam ala bilər. Əmək haqqım. Eyni zamanda qeyd edin ki, uşağın 3 yaşına qədər tək baxan ana və ata, yəni işdən çıxardıra bilməz. Və analıq məzuniyyətində olan ana uşağın 4 yaşına qədər məcburi assistasiya cəlb oluna bilməz. Nəzərə alın. Birinci qrup əlilliyə qulluq edən şəxslər, yəni iş yerindən işdən çıxardıra bilməz. Assistasiyaya məcburi qaçqın köçkünlər 18 yaşına qədər tamam olmuş uşaq var. Yəni ki, 18 yaşı tamam olmamış işləyən uşaq varsa, assistasiya cəlb oluna bilməz. Hörmətli izləyicilər, nəzərə alın. Və kimlər işdən çıxardıra bilməz, bir məsələ qeyd edir, şəkər və diabet xəstələri. İndi keçən məsələ ki, hansı səhətdə təqdim edilməlidir? Hörmətli izləyicilər.